Uşaqdan böyüyə hamı xəstələnir, hamı qızdırır, öskürür. Bu nə haldır, nə baş verir? Bu nə xəstəlikdir yayılıb? Yəqin ki, bu kəlmələri siz işlədirsiniz və yaxud da ətrafınızda kimsə bu kəlmələri işlədir. Doğrudan da mı görən yeni virus yayılıb? Doğrudan da mı yeni ağır xəstəliklər başlayıb və yaxud da bunun epidemiyası, pandemiyası baş verə bilərmi? Yəni bu haqqda danışaq və aydınlıq gətirək. Dostlar, hər birinizi salamlayıram. Doktor Nemo kanalında təkrar xoş gördük. Bu videoda mən qrip virusu haqqında danışmaq istəyirəm. Qrip virusunun yaratdığı problemlər, çətinliklər, yəni insanlarda yaranan bir sıra suallara cavab verməyə çalışacağam. Öncə onu bildirim ki, sonda deyəcəyim şeyi qoy indi deyim. Heç bir virus yaradılmayıb, yaranmayıb və yaxud da hər hansı bir pandemiya yoxdur. Çox qısa müddət davam edən yüksək yoluxma ola bilər ki, buna da epidemiya demək hələ olduqca tezdir. Qrip virusu haqqında danışacağıq. Bildirdiyim kimi, qrip virusu haqqında danışmaq üçün öncə müəyyən bir girişləri etmək düşünürəm və müəyyən bir məlumatı almalıyıq ki, bu qrip virusu necə yayılır ki, onu da aydınlaşdıra bilək. Ümumiyyətlə, infeksion xəstəliklər və qeyri-infeksion xəstəliklər deyə bir bölmə var, bir ayrım var. Qeyri-infeksion xəstəliklər əslində törədiciləri hər hansı bir infeksiya deyil, yaxud da hər hansı bir mikroorqanizm, yəni canlı törədici deyil. Bir də var infeksion xəstəliklər. İnfeksion xəstəliklər isə bunu törədən bir canlı orqanizm var, mikroorqanizm deyirik biz ona. O yaranan prosesə isə infeksion proses deyilir və xəstəliklərində də infeksion xəstəliklər deyilir. Nədir infeksion proses? Onu da aydınlaşdıraq. Deməli, infeksion xəstəliyin yaranması üçün bizə belə təsəvvür edin də, iki aktyor lazımdır. Birinci aktyor xəstəliyi törədən bir mikroorqanizmdir. Mikroorqanizmlərdə, qoy ona da bir başlıq verin, bir izahat verin. Mikroorqanizmlər, yəni sadəcə hamımızın dilinə düşüb mikroblar qısa şəkildə deyə bilərik. O qədər də sadə bir anlayış deyil. Mikroorqanizmlər sadə quruluşa malik olan, gözümüzlə görə bilmədiyimiz və mikroskop vasitəsilə görə bildiyimiz, aşkar elədiyimiz canlı orqanizmlərdir. Onlar ölçücə çox kiçik olduqlarına görə biz onları mikroorqanizmlər deyirik. Mikroorqanizmlərə nələr daxildir, onu da bildirim. Mikroorqanizmlər dedikdə biz bakteriyaları nəzərdə tuturuq. Bakteriyalarda xəstəlik törədən növləri var. Bunlara parazit bakteriyalar deyirik. Şərait düşərkən xəstəlik törədən, bunlara şərti patogen bakteriyalar deyirik. Bir də var xəstəlik törətməyən, onlar ətraf mühitdə hər yerdə yaşayırlar. Torpaqda, havada, suda fərqi yoxdur. Onlara saprofit bakteriyalar deyirik. Həmçinin mikroorqanizmlərə aid olan ki, bakteriyaya bənzər canlılardır. Bura rikketsiyalar, xlamidiyalar, ureoplazma, mikoplazma və digərlərinə aid etmək olar. Daha sonra ibtidailərdir. Bəzi ədəbiyyatlarda və yaxud da kütləvi informasiya vasitələrində siz bunu ibtidailərin törətdiyi xəstəlik kimi yox, protozoy xəstəlikləri kimi görə bilərsiniz, oxumuş ola bilərsiniz. Yəni onlar da mikroblardan, belə deyək, bakteriyalardan daha doğrusu ölçücə fərqlənən, yaşam tərzi də fərqli olan canlılardır. Tək hüceyrəli və yaxud da koloniya halında yaşayan canlılardır. Daha sonra göbələklər ola bilər, onu da bilirsiniz. Göbələklər mikroskopik də var. İri göbələkləri nəzərdə tutmuram, zəhərləri nəzərdə tutmuram. Söhbət mikroskopik ölçüdən gedir. Bunlara mikroskopik ölçüdə olan göbələklər aiddir. Onlar da xəstəliyi törədirlər təbii ki. Törətməyən də var. Daha sonra viruslardır. Videomuzun əsas baş rolu viruslardır. Viruslar ümumiyyətlə çox maraqlı bir canlıdırlar. Onlara tam olaraq canlı da demək olmur. Niyə görə? Çünki heç bir hüceyrəvi quruluşu yoxdur. Yalnız DNT və RNT strukturundan, ya DNT ola bilər, ya RNT strukturu ola bilər. Bir də zülaldan ibarətdir və viruslardan da əlavə prionlar deyə bir mikroorqanizmlər var. Onlar da çox maraqlı
və olduqca sadə quruluşa malik olan canlılar da demək olmur, amma canlılar kateqoriyasına aid etmişik. Onlar sadəcə zülallardır. Xəstəlik törədən zülallardır. İnşallah gələcək mövzularda bəlkə bunlar haqqında da ayrıca danışarıq. Lakin bugünkü videomuz qrip virusu haqqındadır. Onun ağırlaşmaları və insanlarda yaratdığı yeni belə deyək suallara cavab verməkdir. Dediyim kimi, infeksiyanın, xəstəliyin baş verməsi üçün iki aktor lazımdır. Bunların biri də mikroorqanizmlərdir. Hansı ki, xəstəlik törədə bilmə xüsusiyyətinə malikdir. Yəni onun patogenliyi və yaxud da virulentliyi olmalıdır. Bu dediyim iki termin həmin mikroorqanizmin xəstəlik törətmə qabiliyyətidir. Virusdursa ona patogenlik deyirik. Əgər xəstəlik bakterialdısa onun virulentliyi deyirik. Yəni çarpaz şəkildə başa düşmək lazımdır bunu. Və ortada bir keçid olmalıdır. Keçidi hələ ki saxlayıram. Bir də əsas ikinci rol həssas makroorqanizmdir. Bayaqçılar mikro idi, bu isə makrodur. Makro artıq, yəni burada heyvanlar, insanlar aid olunur. Heyvanların içində bir sıra bütün heyvanlar aid oluna bilər. Hətta bəzi bakteriyalar bitkiləri də və yaxud da bəzi mikroorqanizmlər ümumi deyək, bitkiləri də xəstəliyə yoluxdururlar. Həm virus, həm göbələk, bakterial fərqi yoxdur, hər biri törədə bilir. Bizim üçün isə əsas maraqlı mövzu burada başrolda insandır, ondan sonra heyvanlardır. İndi deyəcəm heyvanlardan niyə deyirəm. Deməli, bunlar arasında da bir keçid olmalıdır. Yəni, bir xəstəlik yaradıcı canlı varsa, onun həssas orqanizmə keçməsi üçün bir keçid olmalıdır. Bu da keçid faktoru müxtəlif səbəblər ola bilər. Bir xəstəlik hava damcı yolu ilə keçə bilər, hava toz yolu ilə keçə bilər, su vasitəsilə keçə bilər. Həmçinin fekal oral deyirlər, qida vasitəsi ilə də keçə bilər. Yəni, belə deyək, bir heyvanın ifrazat vasitəsindən, nəcisindən bizim qidamıza keçərək, yəni fekal, oral şəkildə mədəmizə, bağırsağımıza keçərək xəstəlik törədə bilirlər. İnfeksion xəstəliyin baş verməsi üçün bu iki baş aktor və bir mexanizm, bir keçici mexanizm olmalıdır. Yəni 3 faktor mütləq olmalıdır. Əgər bunlardan birində qırılma varsa, yaxud da biri yoxdursa, infeksion proses baş vermir. Yəni infeksion xəstəliyin baş verməsi üçün 3 faktor dediyim kimi mütləq olmalıdır. Qeyri-infeksion xəstəliklərdə isə mexanizm tamam ayrıdır. Bildirdiyim kimi burada həssas makroorqanizm, bu həssas kəlməsini niyə orada işlədirəm? Təsəvvür edin, bir topluma gedirsiniz, bir nəfər qrip xəstəsi yaxınlaşır həmin topluma, siz də oradasınız. Sabahsı günü o toplumda olan, deyək ki, 10 nəfər iştirakçı var bu toplumun formalaşmasında. Orada 3-ü xəstələnir, məsələn, qalan 7-si xəstələnmir. Bu necə baş verir? Məsələn, deyə bilərsiniz ki, necə olur ki, o 3 nəfər xəstələndi, biz xəstələnmədik. Burada yenə də həssaslıq məsələsidir. Yəni biz həmin xəstələnməyimiz üçün həmin mikroba qarşı bizim həssaslığımız olmalıdır. Əgər bu həssaslıq yoxdursa, mikrob nə qədər virulentliyi, nə qədər patogenliyi yüksək olur olsun, o bizə keçməyəcək. Bu onun kontagiozluğunun dərəcəsindən asılı deyil. Kontagiozluq da bu arada yoluxuculuq dərəcəsi deməkdir. İndi isə bu qısa girişdən sonra gəlin qrip haqqında danışaq. Nədir qrip? Birinci növbədə bildirim ki, qrip virus mənşəli xəstəlikdir. Yadda saxlamayın bunu. Virus mənşəli xəstəlikdir. Bakterial infeksiya deyil. Bunlar bir-birindən fərqlənir. Çünki törədicilər fərqlidir. Qrip nə qədər sadə görünsə də, çox belə adiləşmiş bir terminə çevrilsə də, artıq ümumşülə sözə çevrilmiş termin də deyil. Qripin kəşf olunması, törədicisinin, yəni aşkar olunması heç 100 il deyil. Yəni onun tapılması heç 100 il deyil ki, biz bilirik. Yəni törədicisinin qrip virusu olduğu. Bu virusun törədicisinin adı da ortomiksoviruslar fəsiləsinə aiddir. Onun da influenza cinsinə aid olan viruslardır, qrip virusları. Bəli, qədim mənbələrdə, məsələn, Hipokratın bizə gəlib çatan yazılı mənbələrində qrip virusunun təsviri var, amma törədicisi məlum deyildi. Hətta dünyanın bəzi yerlərində qrip virusunun yaranması astroloji vəziyyətlə əlaqələndirilirdi deyə
Məsələn, ona influenza deyilirdi. İnfluenza ulduzların təsirindən yaranan mənasını verirdi və onu astroloji olaraq, astroloji səbəblərdən yaranan xəstəlik kimi görürdülər. Yəni ilk dəfə 19-cu əsrin axırında Pfeiffer adlı bir tədqiqatçı qrip xəstəliyinə tutulmuş şəxsi tədqiq edərkən ondan əldə etdiyi infeksiyanı, törədicini hemofilus adlandırmışdı. Hemofilus influenza və düşünürdü ki, qripi törədən həmin bu infeksiyadır. Amma əslində o bakterial mənşəli infeksiyadır. Bu virus mənşəli deyil. Və qripin ağırlaşmasından sonra həmin xəstədə yaranan hemofilus influenza infeksiyasının törətdiyi xəstəliyi tədqiq edərək həmin törədicini aşkar etmişdir. Yəni o qrip virusuna aidiyyəti yoxdur. Qrip virusu hardasa səhv etməmsəm 1933-cü ildə ilk dəfə əldə olundu törədici kimi. Deməli bilirsiniz ki, qrip virusunu hər il, hər fəsildə yoluxma mümkündür. Yəni bu necə baş verir, necə olur ki, onu tamamilə aradan qaldırmaq olmur. Ümumiyyətlə qrip virusu, onu bildirim ki, antigen quruluşuna görə, yəni virusun üzərində bayaq dedim də DNT, RNT quruluşu olur viruslarda. Məsələn, qripdə RNT-dir. Genetik daşıyıcı məhz odur. Və üzəri zülal təbəqəsinə örtülüdür. Və bu zülalın yaratdığı antigen təbiətli, belə deyək, birləşmələri var. Onların quruluşundan asılı olaraq qripin 3 tipi ayırd olunur. A, B, C tipi və bunlardan ən əsas yoluxuculuğu yüksək olan, dəyişkən olan A qrip virusudur. Yəni biz daha çox gördüyümüz bu geniş yayılan qrip virusu A tipli qrip virusudur. B tipli və C tipli qrip virusları isə nisbətən stabildir. Yəni onun yaranması, yaratdığı kliniki təzahürlər və genetik xüsusiyyəti o qədər dəyişmir. Amma A qrip virusu çox dəyişkəndir və onun mutasiyası nəticəsində tarixdə bir sıra qrip epidemiyaları, pandemiyalara baş vermişdir. Məsələn, bilirsiniz, İspan qrip virusu, Hong Kong virusu, Hong Kong qrip virusu, bunlar hamısı pandemiya törətmişlər. Hətta bəlkə də xatırlayırsınız, 2000-ci ilin əvvəllərində quş qripi və donuz qripi korona kimi də geniş vüsət almasa da, müəyyən ərazilərdə epidemiyalar törətmişdir. Qrip xəstəliyi ümumiyyətlə antroponoz xəstəliyidir. Yəni həm insandan ötürülə bilər, həm də heyvandan insana ötürülə bilər və ya əksinə də ola bilər. İnsandan heyvana da keçə bilər. Bayaq mən dedim, niyə məhz həssas makroorqanizm deyəndə əsas burada insan və həm də heyvan nəzərdə tutulur. Onu da bildirim ki, heyvan faktoru da çox önəmlidir. Niyə görə? Tək qripdən söhbət getmir. Əksər infeksion xəstəliklərdə heyvanı da xəstəlikdən qorumaq önəmli faktordur. Çünki onun xəstələnməsi, infeksiya yoluxması nəticəsində xəstələnir və biz ondan qida kimi istifadə edərkən və yaxud da bəzi infeksiyalar hava-damcı yolla da keçə bilər, heyvanla təmasdan da keçə bilər ki, bu haqda geniş danışarıq zamanında və biz onun sağlamlığının keşində qalmasaq və yaxud da o xəstələnərkən onu sağaltmasaq, biz onu qida kimi istifadə etsək, bunun üzərində bir nəzarət olmasa, nəticədə insanlarda müəyyən infeksion xəstəliklər geniş yayılacaq. Ona görə həssas makroorqanizm deyəndə tək insandan söhbət getmir. Yəni tək insanı baş planda tutmaq lazım deyil. Heyvanlar da mütləq şəkildə nəzərə alınmalıdır. Qidamızın əsas payını təşkil edirlər. Dediyim kimi qrip virusu antroponoz xəstəliyidir və onun keçməsi hava-damcı yolu ilə baş verir. Bəzən təmas yolu ilə də olur, amma çox az bir pay təşkil edir. Qidadan da çox az bir pay təşkil edir, amma ən əsası hava-damcı yolu ilə keçir. Yəni bir otaqda bayaq dediyim kimi qrip xəstəsi varsa, onun havası vasitəsilə, verdiyi nəfəs vasitəsilə, asqırağı, öskürəyi vasitəsilə danışarkən belə ətrafa virus yaya bilər və həssas olan digər insanlarda ona yoluxa bilər. İndi soruşsaz ki, niyə daha çox qış aylarında biz bunu görürük? Niyə qış aylarında insanlar qrip virusuna daha çox yoluxurlar? Bu da ən əsas məsələ havanın soyuması ilə əlaqədar olaraq insanların daha kompakt yaşamasıdır və İnsanlar havaya çox çıxmırlar. Otağın havasını dəyişmirlər. İstər evdə, istər iş yerində, ofis fərqi yoxdur. Yəni istənilən yerlərdə hava dəyişmədiyinə görə, həmin yerdə hava çirkliliyi baş verdiyinə görə virusun
inkişafı üçün qəşəng şərait yaranır və bu zamanda havanın çirklənməsi, ağırlaşması da bizim baryer sistemimizi, yəni infeksiyadan qoruyan baryer sistemimizdə də müəyyən zəifləmələr baş verir. Nəticədə biz həssaslaşırıq xəstəliyə və ona görə də həmin yerdə insanların yoluxması daha tez baş verir. Bundan da savayı insanların bir çoxunun yəni xəstəlik təbii ki, soyuqdan baş vermir, amma soyuğun yaratdığı damar dəyişiklikləri, damar keçiriciliyi, yenə də baryer funksiyalarının zəifləməsi nəticəsində biz infeksiyalara yoluxmaq üçün daha həssas vəziyyətə gəlirik. Daha isti aylarda qrip xəstəliyinə yoluxma olsa da çox azdır. Çünki insanlar ətrafda olurlar, hava ilə təmasda olurlar deyə bu hallar daha az baş verir. Təhsil özü də bilirsiniz payız ayında başlayır, ta yaya kimi davam edir və əsas uşaqların immuniteti daha zəif olduğuna görə o daha həssas olurlar və onlar məktəbdə soyuqla əlaqədar olaraq yenə də onlar bir otağa yığılırlar və istər məktəb, istər bağça fərqi yoxdur. Yəni burada uşaqların yoluxması baş verir, əlverişli şərait yaranır. Ona görə də bu hallarda mütləq müəllimlər, tərbiyəçilər, hətta sinifin uşaqları belə maariflənməlidir ki, yaxşı olar ki, valideynlər, müəllimlər maarifləndirsinlər. Müəyyən müddətdən bir otağın havası mütləq dəyişilsin. Deməli, qrip virusu bizim yuxarı tənəffüs yollarından, yəni burun, ağız, boğaz, qırtlaq nahiyəsi, həmin nahiyələrin selidik şahsına qrip virusu daha tropizmə malikdir. Yəni, tropizm nədir? Həmin infeksiyanın, burada qripdən gedir söhbət, selidik qişalarda keçərək orada inkişaf edə bilir. Orada özünü göstərə bilir. Onlar üçün əlverişli mühit həmin nahiyələrin selidik qişalarıdır. Yəni, virusla yoluxmuş şəxslərdə həmin selidik qişalarda müəyyən dəyişikliklər baş verdiyinə görə ödem baş verir, ödemləşmə baş verir, selidik qişanın quruması baş verir. Ona görə də biz burunda, boğazda quruluq, acılıq, qaşınma və öskürmə halları ilə əlamətlərini hiss etməyə başlayırıq və bunlar artıq müəyyən əlamətlərlə özünü göstərir. Təbii ki, bu dərhal olmur. Qrip virusunun hər bir infeksiyanın olduğu kimi qrip virusunda özünün inkubasiya dövrü var, yəni yetişmə mərhələsi var. Bu da klinik əlamətlər görünmür və çox sürətlə baş verir bu. Hətta bir gün ərzində belə o artıq özünü göstərə bilər. Yoluxma baş verdikdən sonra inkubasiya dövrü keçirən virus artıq öz klinik əlamətlərini göstərməyə başlayır. Tipik əlamətlər ortaya çıxır və kataral əlamətlər, yəni burun seliyinin axması, boğazda quruluq, öskürək halları, qızdırma baş verir, intoksikoz halı ilə əlaqədardır. Bu da necə baş verir? Qrip virusu həmin selidik qişaları zədələməklə burada baryer nahiyəsini zədələyir və onların yaratdığı zədələnmiş hüceyrə elementləri toksik maddə təsiri göstərərək, qana keçərək toksik təsir göstərməyə başlayır və ümumi intoksikasiya halı baş verir. Toksikoz halı deyirlər buna. Həmçinin bununla əlaqədar olaraq bədəndə artıq bir siqnal yaranır və müdafiəyə keçir. Nə baş verir? Qızdırma baş verir. Selik axması da onu xaric etmək üçün formalaşıb. Bəzən sinədən seliyin, yəni kataral seliyin gəlməsi, tam bəlğəm deyil təbii ki, kataral seliyin gəlməsi məhz infeksiyanı bədəndən qovmaq üçün nəzərdə tutulub. Bunlar hamısı müdafiə məqsədi daşıyır. Qızdırma əlaməti dediyim yaranır. Bu qızdırmanın baş verməsinin əsas səbəbi, yəni bizi haldan salmaq deyil. Bəzən insanlar qızdırma əlaməti hiss edən kimi dərhal qızdırma salıcı vasitələrdən istifadə edirlər. Bu doğru deyil. Təqribən biz onu gözləməliyik. Təqribən 38-dən yuxarı qalxmamış biz heç bir dərman qəbul etməsək daha məqsədə uyğundur. Çünki bu bədənin müdafiə reaksiyasıdır. Qızdırma baş verərkən virusun və yaxud da başqa bakterial infeksiya varsa, indi burada qripdən danışırıq, onun pıxtalaşmasına gətirib çıxarır. Onun zülal təbəqəsini pıxtalaşdırır və məhv etməyə çalışır. Eyni zamanda bədən immun hüceyrələri, immun sistemi interferon sintez etməyə başlayır. Interferon da virusa qarşı təsir edən bizim orqanizmimizdə olan əsas belə deyək dərmanımızdır. Yəni xaricdən almadığımız, daxildə istehsal etdiyimiz bir dərmandır. Interferon
əsas və qızdırma və interferon virusun məhv edilməsi üçün əsas rol oynayır. İndi burada bir şey bildirim. Əgər qızdırma bəzi insanlarda, xüsusən də uşaq yaşlarında ildırımvari şəkildə qalxır, yəni 40-41-ə qalxa bilər. Bu təbii ki, artıq təbil siqnalını salmağın vaxtı gəlib çatıb deməkdir. Yəni siz mütləq şəkildə həkimə müraciət etməlisiniz ki, ikincili ağırlaşma kimi digər infeksiyalar qoşulmasın. Dediyim bu kliniki əlamətlərdən savayı qızdırma qalxması başladıktan sonra bədənin simpatik sinir sistemi aktivləşərək bu yaranan fon sayəsində, həmçinin virusun belə deyək, toksiki təsiri nəticəsində simpatik sinir aktivləşərək qızdırma qalxarkən həm də arterial təzyiqimiz qalxmağa başlayır. Ürək döyünməsi bir qədər sürətlənir, yəni taxikardiya halı baş verir. Həmçinin dərinin avazıması baş verir, yəni rəng ağarır və daha sonra bu yavaş-yavaş yəni parasimpatik sinirin aktivləşməsinə keçir. Nəticədə ürək döyünmə belə deyək azalır, buna bradikardiya deyirlər. Daha sonra təzyiq enməyə başlayır və üzümüzün dərisi qızarmağa başlayır. Ümumi kliniki qrip əlamətləri haqqında danışsaq, yəni bunu qısaca xülasə şəkildə deyim. Burun selinin axması, boğazda qaşınma, göynəmə və quruluq hissi, həmçinin halsızlıq, adinamik vəziyyət, yəni hərəkətin azalması, bir qədər işə sanki həvəssiz yanaşma kimi görünür və yəni halsız olmağa başlayır. Qızdırmanı dedim, təzyiq bir qədər qalxa bilər. Bunlar sonrakı çox əhəmiyyət daşımayan bir faktor sayılır. Amma ürək xəstəlikləri olan şəxslər üçün daha ciddi fəsadlara gətirib çıxara bilər. Qrip xəstəliyinə tutulduqdan sonra onu necə müalicə etmək lazımdır kimi suallar təbii ki, sizdə də yaranır. Qrip xəstəliyinin xüsusi müalicə metodu yoxdur. Yəni onun üçün konkret bir protokollar işlənilmir. Lakin qripin müalicə olunması üçün öncə onun ağırlıq dərəcəsi nəzərə alınmalıdır. Hansı ağırlıq dərəcəsindədirsə, əgər çox yüksək bir narahat edici bir xüsusiyyət yoxdursa, yəni qızdırma pik səviyyəyə qalxmayıb, ürək damar sistemində ağırlaşma baş verməyib, bayılma halı kimi hallar bəzən olur, sayıqlama halları kimi əlamətlər ortaya çıxmayıbsa, ev şəraitində müalicə almalıdır və burada dərman istifadə olunmur. Həmin dövrdə qrip xəstəsinə yataq rejimi təyin olunur. Heç kəs əməl etməsə də bunun qəbul olunmuş müddəti 5 gün nəzərdə tutulub. Əgər qrip xəstəsisinizsə 5 gün ərzində yataq rejiminə keçməlisiniz. Və çoxlu maye qəbul olunmalıdır, xüsusən də ilıq mayələr qəbul olunmalıdır. Bizim xalq təbabəti üsulundan mürəbbələrdən istifadə etməklə bir növ xəstəliyə qarşı müdafiə sistemini artırmaq üçün istifadə edirik də onları. Zoğal mürəbbəsi, böyürtkən moruq mürəbbəsi kimi qidaları qəbul edərək biz immun sistemimizi bir növ daha aktiv hala gətiririk. Amma onu bildirim ki, əgər arasında şəkər xəstəsi varsa, qrip xəstəliyinə yoluxmuş insanlar arasında mütləq bu mürəbbə mövzusunda diqqətli olsunlar. Çünki onlara qatılan şəkər, saxaroz olduqca yüksək olur və əlavə fəsadlara gətirib çıxara bilər. Yəni qripi bir tərəfdən xəstəliyi müalicə etmək istədiyimiz yerdən, digər tərəfdən də əlavə fəsadlar yaratmayaq. Müəyyən dediyim əlamətlər, daha pik əlamətlər ortaya çıxarsa, o zaman qrip xəstəsini hospitalizasiya etmək lazımdır. Əsasən də kimlərdə olur bu? Uşaqlarda daha çox görünür, biraz pik əlamətlər ortaya çıxır. Şəkər xəstələrində bəzən zəifləmə daha çox görünür. Ürək damar sistemində problem olanlar, hipertoniyadan əziyyət çəkənlər. Ürək damar dediyimiz burada xüsusən də işemik xəstəliklərdən söhbət gedir. Həmçinin sinir sisteminin xəstəlikləri varsa yanaşı olaraq, onlarda daha ağır keçə bilər və yaşlı insanlarda daha ağır keçə bilər. Mütləq bunlar diqqət altında olmalıdır və diqqət altında saxlamaq lazımdır və həmin insanları lazım gəldiyi şəkildə mütləq hospitalizasiya etmək lazımdır. Yəni bu sizin üzərinizə sadəcə təcili tibbi yardıma müraciət etməklə həyata keçirilir. Hospitalizasiya etmək isə artıq xəstəxananın işidir. Həmçinin qripi müalicə etmək üçün, yəni ağır hallarını müalicə etmək üçün, onun üçün bayaq videonun əvvəlində bildirdiyim kimi qrip virus mənşəli xəstəlikdir, bakterial deyil.
Edilən ən böyük səhvlərdən biri antibiotik qəbuludur. Tamamilə yanlışdır. Antibiotik, əgər keçən videolarımızı izləmisinizsə, mütləq bakterial infeksiyalara istifadə olunur. Yəni siz virus mənşəli infeksiyada antibiotik istifadə etməni heç bir nəticə əldə etməyəcəksiniz. Çünki o virus ona həssas deyil. Yəni həssas olmayan şey ona verginə, o heç bir təsir etməyəcək. Ona görə də mütləq həm də antibiotik özü başına qəbul etmədən çəkinməliyik. Bu ayrı mövzudur. İndi hal-hazırda bugünkü gündə apteklərə müraciət edərək rahatlıqla antibiotik əldə edə bilirik. Bunu nəzərə alın. Qripsinizsə antibiotik istifadə etməyin. Müalicəsində ağır hallarda oseltamivir antiviral, yəni virus əleyhinə preparatdan istifadə olunur. Burada həkim məsləhəti ilə həyata verilir, daha doğrusu. Deməli, oseltamivir quş qripini müalicə etmək üçün istehsal olunan dərman preparatı olub ilk dəfə, amma sonradan müşahidə etdilər ki, qripin əksər variantlarında, təbii ki, burada əsas A tipli qrip virusundan gedir, təsirlidir. Yəni, virusun reproduksiyasının qarşısını alır. Virusun reproduksiyası onun çoxalmasıdır. Onun qarşısını alır və məhvinə səbəb olur. Bu, dünya tibb praktikasında istifadə olunan və sınaqlardan keçmiş bir vasitədir. Ondan da savayı məşhur, bəlkə də koronada çox eşitmişsiniz, umifenavir. Bu, bizim dərman bazarında bizim ölkə daxil olmaqla MDB ölkələrində Arbidol adı ilə satılırdı. Bu preparatı reseptsiz əldə etmək olar, səhv etmirəmsə. Virus əleyhinə təsiri olsa da, onu da bildirim ki, bunu mütləq diqqətdə saxlayın. Onun klinik tədqiqatı haqqında çox ətraflı məlumat yoxdur. Bu təbii ki, anti-reklam etmək üçün deyil, sadəcə insanlara dolğun məlumat vermək üçün deyirəm bunu. Umifenavirin tədqiqatı deyilənə görə var. Rusiya və Çin arasında aparılıb, lakin ortaya çıxarılan bir nəticə yoxdur. Tam nəticə yoxdur. Ona görə də bunu yalnız MDB ölkələri arasında Rusiyada və həmçinin Çində istifadəsini görə bilərsiniz. Oseltamivir isə daha praktikdir və daha çox nəticə əldə etmiş bir preparatdır. Müəyyən bir məlumat da çatdırım. Bəzi insanlar var ki, bildirirlər ki, yanımda 10 nəfər qrip xəstəsi olsun, mən amma sağlam olum, mən heç nə eləməyəcək. Mənə təsiri yoxdur. Onlar askırsınlar, öskürsünlər, ağzımın içində belə danışsınlar, mən xəstələnmirəm. Burada bir şey nəzərinizə çatdırım. Bəli, bayaq dediyimiz həssas makroorqanizm məsələsi. Bundan da savayı xəstəliyin özünü göstərmə forması var. Buna tipik forma deyirlər və atipik forma deyirlər. Tipik forma bayaq dediyim bu əlamətlər üzə çıxır, müəyyən ağırlaşma, klinik ağırlıq dərəcələri ortaya çıxır və siz onu xəstə kimi görə bilirsiniz. Lakin bir də var atipik variant. Yəni burada xəstəlik, biz yoluxmuşuqsa o xəstəliyə, ilk gün qızdırmamız olar, misal üçün, növbəti gün heç nə olmaz və siz özünüzü çox gümrah hiss edə bilərsiniz. Və yaxud da heç bir əlamət hiss etməzsiniz. Amma əslində virus gəzdiricilik həyata keçirirsiniz. Atipik xəstəlikdə, xəstələnmədə bu əlamətlər görünmür. Onu bildirim ki, sizdə ola bilər, bəlkə baş ağrı olub sonra keçib. Bu da o abortiv formada özünü göstərir. Yəni, abort sözünü bilirsiniz də ləğv etməkdir mənası. Burada xəstəlik sanki ləğv olunub. Əlamətlər görünmür. Amma burada nəzərinizə çatdırım ki, siz xəstəliyi əslində daşıyırsınız. Mütləq qoruyucu vasitələrdən istifadə edin. Maskadan, dezinfeksiya etmək lazımdırsa 60-70% spirtdən dərinizi dezinfeksiya edin. 60-70% mütləq olmalıdır. 95-96% spirt bakteriyaları, virusları tam öldürmür. Əgər izləmişsə, köhnə videoda bu haqda danışmışam. Yəni, deyə bilərsiniz ki, mən insanlara xəstəlik yoluxduran deyiləm. Bu ictimai bir məsuliyyətdir. Onu nəzərinizə çatdırım. Siz, ola bilər ki, immun sisteminiz daha yüksəkdir. Sizin təmasda olduğunuz insanların, dostlarınızın, ailə üzvlərinizin, iş yoldaşlarınızın bəlkə immun sistemi yüksəkdir, deyə bilərsiniz, güclüdür. Onlar xəstələnməz deyə bilərsiniz. Amma müəyyən yerlərdə, məsələn, ictimai nəqliyyatda siz toplum içində girirsiniz və yaxud da mağazalara girirsiniz. Digər yerlərdə
tanımadığınız insanlarla təmasda ola bilərsiniz və o insanların immun sistemindən sizin xəbəriniz yoxdur. Siz bilmirsiniz o nə qədər həssasdır. Bəlkə də o insan yanına külək keçən kimi xəstələnir. Ona görə də mütləq qoruyucu vasitədən istifadə edin. Ən azı 5 gün. Niyə görə? Çünki qrip virusu 5 gün ərzində orqanizmdə xaric olması, yəni belə deyək, bitir. İnsan 5 gün ərzində xəstəliyi keçirir. Təqribən ortalama bir rəqəm kimi qəbul olunur. Bunu mütləq nəzərə alın. Digər bir variant qrip virusunun üçün istifadə olunan vaksinasiyadır. Qripdən qorunmaq üçün əgər sizin immun sisteminiz doğrudan da xəstəliyə meyillidirsə, qrip virusuna meyillidirsə və sizi bu işdən saxlayırsa, müəyyən yerlərə, tədbirlərə getməkdən saxlayırsa, mütləq tövsiyə olunur. Qrip vaksinlərindən istifadə edəsiniz. Yəni vaksin əslində başa düşürəm, konspiroloji bir fikir kimi yaranıb. Əsasında korona dövründə insanlar düşündü ki, bizə çip taxacaqlar, nə edəcəklər? Hətta bəzi insanlar vaksindən sonra dünyasını dəyişdilər. Oldu bu şeylər təbii ki, amma onu da nəzərinizə çatdırım ki, koronavirusu üçün istifadə olunan vaksin çox böyük sınaqdan keçməmişdi. Təcili şəkildə insanlar etdilər. İndi burada siyasi və digər məsələləri mən çatdırmayacağam. Bu məlumatım da yoxdur. Olsa da belə mövzumuz deyil. Amma qrip vaksini istifadə olunmağı tövsiyə olunur. Qorxmaq lazım deyil. Yəni Ümumdünya Səhiyyəsi tərəfindən vaksinlərin qəbul olunmuş bir variantları var hər müəyyən xəstəliklər üçün. Qrip üçün də sezonlu vaksinlər istifadə olunur. Deyə bilərsiniz ki, niyə məsələn bəzi xəstəliklərdə istifadə olunan vaksinlər kimi mən bir dəfə vaksin vurdurum və yaxud da 2 dəfə vurdurum. Onunla da mən daha xəstəliyə yoluxmayım və sağlam yaşayım bu xəstəlikdən. Qripdə bu çətindir, hal-hazırda mümkün deyil indiki biliklə. Çünki dediyim kimi bayaq izah etdim, videonun əvvəlində xatırlayırsınızsa, A qrip virusu olduqca dəyişkən virusdur. Yəni siz bu gün vaksin istifadə edirsiniz. Bu sezonda populyar olan xəstəlik törədən qrip virusu gələn sezonda artıq o genetik xüsusiyyətlə üzə çıxmaya bilər. Qrip virusunun ağırlaşmaları, bax bu çox vacib məsələdir. Qrip virusunda bəzən xəstələr həkimə müraciət edirlər və həkim xəstəyə dərman preparatı yazmır. Gedin evdə istirahət edin. Çoxlu maye qəbul edərsiniz. Hətta bəzən əczaçılar da bunu deyir ki, yəqin ki, apteklərə müraciət edərkən görmüsünüz. Sizə təəccüblü gəlir ki, necə oldu? Mən həkimə gedirəm, mənə dərman yazmadı. Bəlkə də fikirlə razı deyilsiniz. Çünki bəzi həkimlər ümumiyyətlə dərman yazmaqdan meyillidirlər. Təəssüflər olsun ki, lazımlı, lazımsız bu tipli hallar var. Bu ayrı mövzudur. Amma gəlin variantlardan danışıq da. Eləməyən var. Dərman yazmayanlar var. Gedin istirahət edin deyir. Sizə də qəribə gəlir. Necə olur ki, həkim mənə dərman yazmadı? Yəqin bu savadsızdır, bilmir. Xeyr, elə deyil. Qrip xəstəliyi bayaq dediyim kimi evdə müalicə olunmalıdır, ağır hallarda hospitalizasiya olunmalıdır və bu müddət müşahidə müddətidir. Əgər bu müddət keçəndən sonra, bəli, ikincili əlamətlər ortaya çıxarsa, o zaman həkimlər sizə dərman təyin edə bilər. Məsələn, antibiotiklər yaza bilər. Çünki ağırlaşmaların dərəcəsindən asılıdır təyin olunan müalicə, verilən dərmanlar. Xüsusən də uşaqlarda biz bunu çox görürük və ən çox yayılmış qripdən sonrakı ağırlaşma halı pnevmoniya, ensefalitlər və meningitlərdir. Xüsusən də pnevmoniya və təəssüflər olsun ki, üzərinə vaxtında düşünməyəndə və yaxud da insanların immun statusunun vəziyyətindən asılı olaraq, immun statusdan asılı olaraq ölüm halları baş verə bilər. Çox təəssüflər olsun. Bu hallar baş verə bilər. Ona görə də ağırlaşmanın qarşısını almaq üçün bəli, siz mütləq qrip olmuş xəstəni müşahidə altında saxlayın. Xüsusən də uşaqları, ürək-damar sistemi xəstəlikləri olan insanları, sinir sistemi xəstəlikləri olanları, immun defisit, yəni immun çatışmazlıqdan və müəyyən genetik xəstəliklər də həmçinin, yəqin ki, bunu əgər kimdəsə varsa, həkiminiz artıq bildirmişdir. Bir saymayın bunu. Bir də şəkər xəstələri, diabet xəstələrində mütləq nəzarət altında saxlayın, çünki onlar daha həssasdırlar. Daha çox ağırlaşma verə bilər.
Bu sezonda isə yayılan ağırlaşma əsasən hemofilus influenza bakteriyalarının törətdiyi infeksiyalardır. Hemofilus influenza daha çox uşaqlarda özünü göstərir. 6 aylıqdan 9-12 yaşa kimi uşaqlarda bu daha çox görünür və onun ağırlaşmaları daha çoxdur. Hətta hemofilus influenza infeksiyası yəni digər infeksiyalar kimi yenə də xəstənin vəziyyətindən və dərəcəsindən, xəstəliyin dərəcəsindən asılı olaraq təəssüflər olsun ki, ölüm halları baş verə bilir. Amma müasir dövrdə tibb sistemi xəstənin üzərinə daha çox düşə bildiyinə görə, həmçinin insanlar maariflənə bildiyinə görə bu hallar çox şükürlər olsun ki, qarşısı alına bilib bir qədər də olsa. Ona görə də yəni nəzərinizdə olsun ki, qripdən sonra yaranan digər əlamətlər ikincili infeksiyadır. Yəni bu artıq qrip deyil. Bu stafilokok infeksiyası ola bilər, bu pnevmokok infeksiyası ola bilər, hemofilus infeksiyası ola bilər, hətta meningit, Neisseria meningitidis infeksiyası ola bilər. Yəni bunlar mütləq nəzərə alınsın. Həmçinin yəni nə qədər yaxşı nəzarət edə bilsə, o qədər yaxşıdır. Bunun ağırlaşmalarından bir neçəsində deyim, bu otit ola bilər, orta qulağın iltihabı. Çünki burun daxilindən qulağa keçən yol var, boru var. Ona Yevstach borusu deyirlər. Yəni bu bir anatomik quruluşu deyirəm. Oradan infeksiya keçə bilər və orta qulağın iltihabı baş verə bilər. Yəni qulaq ağrısı daha çox uşaqlarda yəqin ki görmüsünüz. Qulaq tutulması bu iltihaba görə, eksudativ iltihaba görə, irinli iltihaba görə ola bilər. Eşitmir həmin zaman. Çünki o çik iltihab mayeəsi orada yığılır və eşitməməyə başlayır. Ağrı verir. Həmçinin burun daxilindən bizim alın sümüyümüzdə olan, bilməm bəlkə bilirsiniz yoxsa, alın sümüyümüz cibli sümükdür. Yəni onun içində boşluqlar var və onun iltihabı ola bilər. Buna frontit deyirlər. Həmçinin burun daxilində sinus boşluqları var ki, bu sinusit ola bilər. Və buradan keçə bilər daha çox. Meningit, ensefalit ola bilər. Və yaxud da tonzillit baş verərsə, yəni angina, tanıdığımız angina baş verərsə, xüsusən də uşaqlarda təəssüflər olsun ki, müəyyən müddətdən sonra revmatizm yarana bilər. Yəni bunlar, dediyim bu əlamətlər təbii ki, sadəcə məlumatlandırmaq üçündür. Qətiyyən qorxu məqsədi daşımır ki, bizim kanalın məqsədi sırf maarifləndirməkdir. İnsanlar nə qədər maarifli olsa, o qədər önləyici tədbir görə bilərlər. Burada bir şey də bildirim. Qorunmaq o demək deyil, sən tamamilə bir şeydən sərhəd yaradasan və tamamilə no kontakt eləyəsən. Belə bir şey yoxdur. Xəstələnməyin müsbət tərəfi də odur ki, söhbət infeksion xəstəliklərdən gedir. Müsbət tərəfi odur ki, immun sistemi aktivləşir. Yəni o nə qədər zərbə görürsə, belə deyək, düşməni tanıyırsa, onda daha aktiv olmağa başlayır, daha güclü olmağa başlayır. Və bizim övladlarımız, biz özümüz xəstələnərkən infeksion xəstəlikdən sağ çıxa biliriksə ki, şükürlər olsun bugünkü sanitar epidemik vəziyyətə görə biz rahat çıxa bilirik, tibbi vəziyyətə görə çıxa bilirik və bizim immunitetimiz daha möhkəm səviyyəyə gəlib çıxa bilir. Yəni bir boksçu təsəvvür edin, nə qədər təcrübəli döyüşçülərlə ringə çıxsa və o daha çox təcrübəli olacaq da, bilirsiniz. Daha yaxşı döyüşməyi öyrənəcək, daha yaxşı taktikalar öyrənəcək. Bizim immun sistemdə belə bir şeydir. Yəni biz xəstələnməsək, bizim immun sistemimiz qüvvətlənməz. Mütləq yəni, xəstələnmənin müsbət tərəfi budur, infeksion xəstəliklərdə. Yəni xəstələnməyi təbii ki, mən tərifləmirəm. Bacardığımız qədər xəstələnməməliyik. Lakin xəstələnərkən neqativə köklənmək doğru deyil. Neqativə köklənməklə biz xəstəliyi daha da ağırlaşdırırıq. Pozitivə köklənmək lazımdır və dediyim kimi, yəni yıxılan qalxmalıdır. Dediyim kimi, tam olaraq blokada halına salmamalıyıq özümüzü. Biz təmasda olmalıyıq müəyyən qədər ki, bizim orqanizmimiz müəyyən şeyləri tanısın. Biz təbiətlə birgə yaşayan canlılarıq. Yəni biz təbiətin elementlərinə, bitkilərinə, heyvanlarına, havasına, suyuna, torpağına təmas etməliyik.
Bunlar olmadığı təqdirdə insan orqanizmi sağlam ola bilməz. Ona görə biz həm müəyyən qədər blokada etməliyik, həm qorunmalıyıq, həm də qorunmamalıyıq. Yəni əlaqəyə keçməliyik. Buradakı qızıl ortanı tutmağı bacarmaq lazımdır. Çətindir, bilirəm. Təbii ki, çətindir, amma üzərimizdə işləməklə bunu əldə edə bilərik. Ümid edirəm ki, qrip haqqında danışdıqlarım sizə kifayət etdi. Çünki qrip haqqında akademik məlumatlar çoxdur. Çox danışmaq olar. Sadəcə kanalımız maariflənmə məqsədini daşıyır və burada çox akademik məlumatlar verə bilmirəm. Bacardığım qədər sizlər başa düşəsiniz deyə sadə dildə izah etməyə çalışdım. Təbii ki, terminsiz də mümkün deyil. Bacardığım qədər də işlətdiyim terminlərin izahını verdim. Əgər qrip haqqında başqa suallarınız varsa, qripin yaratdığı ağırlaşmalar haqqında başqa suallarınız varsa, düşünürsünüzsə ki, yox, mən təmin olmadım sizin videodan, məndə yeni suallar yarandı. Bilirsiniz, mən razıyam. Cavab yeni suallar yaradır. Ona görə suallarınızı mütləq paylaşın. Çünki mənim üçün də maraqlıdır. Mən də istəyərəm sizlərə cavab verim. Nə qədər çox suallarsa mən də təkmilləşərəm və daha dəqiq şəkildə sizlərin qarşınıza çıxa bilərəm, izah edərəm. Hardan demək lazımdır ki, siz daha çox təmin ola biləsiniz məlumata. Ona görə də bacardığınız qədər fikrinizi bildirin. Paylaşa bilirsinizsə paylaşın, qoy insanlar da məlumatlı olsunlar. Nə qədər çox insanları məlumatlandıra bilsək, doğru düzgün məlumat çatdıra bilsək, insanlar o qədər də rahat yaşaya bilərlər. Belə, videonu sona qədər izlədinizsə, yarıya qədər izlədinizsə fərqi yoxdur. Hər birinizə təşəkkür edirəm. Doktor Nemo kanalındaydınız. Mənim adım Elvindir. Həmişə sağlam olun, özünüzü qoruyun. Bayaq dediyim çərçivədə sağlam olun, möhkəm olun. Sağ olun.